Hər kəsə salam. Bu gün Excel-dən necə istifadə etmək lazımdır onu göstərəcəm. 4 dənə birli parol. Parol qoyma səbəbi makronu oxranmaması, makro kodu yazılır. Burada üstünlüyü nədir? Excel-dən qayməni hazırlaya bilərsiniz. Toplu şəkildə qayma göndərə bilərsiniz. 1+da və datadan dolduraraqdan qaymə, hesab faktı, qiymət razılığının təxir təslimatlarını hazırlaya bilərsiniz. Biz 2 dənə deyək ki, doldurmuşuq. Məsələn, satış etmisinizsə, satışı yazırsınız. Bir dəfə doldurursunuz bazanı. Datanı doldurduqdan sonra burada vöyünə görə də axtarış verib çağıra bilərsiniz. Biz birinci, ikinci doldurduğumuz məhsulları çağırırıq. Yəni hesab fakturalara baxın. 382, 896 bunları və hansını çapa vermək istəyirsə qabağına 1 yazsaq kifayətdir. Hesab faktura qiymət razılaşma avtomatik olaraq dəyişəcək. Mix olurduqda avtomatik olaraq bütün hamısı birdən hazırlanır. Yəni biri bunun qarşısına yazsaq digərləri hazırlanacaq. 4 dənə məhsul, indi biri digərinin qabağına yazırıq. 7 dənə məhsul oldu biz yazıb. Tək-tək çağıra bilərsiniz. Məsələn, sizə təkcə təxir təslimatı lazımdırsa, bir TT-ni bassaq, təxir təslimatı təkcə dəyişəcək. Və qaymə də hazırdır. Qayməni də hazırladıq. Qayməni paketləyib əlavə ediləsəz kifayətdir. Burada info MMC-də şirkətinizin adını, ünvanını bizə deyirsiniz. Biz daxil edirik. Bank məhsulları, bank haqqında məlumatları özünüz qeyd edirsiniz. Direktorunuz və ya digər şəxsi. Və buradakı məlumatlarınız avtomatik olaraq dəyişir. Sadəcə çapa verməyiniz qalır. Hər kəsə uğurlar.